İkimiz yap çıxdı. Bir bura bax. Biraz gəldi, çıxdı ki, o tərəfə də baxaq. O tərəfə də baxaq ki, oy, düşə biləcəyik buradan. Mamişki. Görək o tərəfdə də var. Ay, hələ orada da otaq var. Qapılar olub. Ha, hələ. Hə? Yox, kilsə yox. Burada elə bir ki, getdi. Bu Aban kilsəsi deyil. Yo, bu hərəmxana deyirlər, hərəmxana. Hərəmxana Mustafa bəyin 40 otağı. Hər otaqda biri. Hə, get. Bəli. İndi tarixi abidə. Tak. Gəldik, qaydırıq. Gəl. Çox gözəl, çox möhtəşəm. 40 otağı da gəldik, gördük. Elə bu ağacı görmək nə edirsən deyər. Bu ki, tis ki, burada pitifdir, ən qədimi tis. Azərbaycanca adını bilmirəm. Gedək, o bu otaqlara da baxaq. Aradan, sən hardan keçdin, girdin bura? Aşağıdan. Buradan yer yoxdur, yox. Buradan yer yoxdur. Hayır, yox, oradan yer yoxdur. Çox qədimi bir yer, çox möhtəşəm. Bura gəlib onu görməmək çox möhtəşəm. Deməli, buranı tarixi abidə kimi qorunmur, hə bura? Abidədir deyə tarixi abidə olsa restavrasiya eləyərdilər. Bu vaxt dağıdılıbdır. Dağıdılır, düzəltsinlər. Hökumət nəyə lazımdır? Bura qəşəng turizm yeri ola bilər. Oyda, otaqlara bax. Mən düşdüm o yüzden. Hoppa. Yedirik. Kimdi bizi çağıran? Gel. Sen oradan gedirsen. Hüseyin geride kaldı. Gel bu yüzden. Amerikalı buradadır. Çok möhtəşəm bir yerdir bura. Ben buradan yadigar götürdüm. 40 otaq abidəsi 16-cı 18-ci əsrlərə aiddir. Abidə 40 otaq adlandırılsa da oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür.